Şah İsmail hətta Təbrizdə başına tac qoyub danışanda xalqa Ciylək ləhcəsilə danışırdı. Türk dilini bilmirdi. Müsibətlə danışırdı. 5-6 dənə türkçə sözü. Yəni iftira görmüşdüm, amma bu qədərini görməmişdim də. Türkçə danışa bilmir dediyi Şah İsmail ilk dəfə heca vəznində türkçə, Azərbaycan türkçəsinə divan yaratmış şəxsdir və bilmək istəyirsinizsə bizim indi danışdığımız Azərbaycan dilinin günümüzə belə gəlib çatmasının ən böyük səbəbkarlarından biri də məhz Şah İsmaildir. Niyə? Çünki onun yaratdığı Səfəvi mədəniyyəti özündən sonraki bütün dövlətlərə təsir eləyir. Günümüzdəki bir türkəli 500 il əvvəl yazılan Osmanlı mətnindən heç nə başa düşə bilməyəcəyi halda biz Şah İsmailin əsərlərini əsas nüsxəsindən heç bir problemsiz oxuya bilirik. Böyük ehtimal ki, Şah İsmail olmasaydı bizim dilimiz də böyük dəyişikliklərə uğrayacaqdı. Çalar səs Təbriz, Qəzvin, İsfahan boyu. Əlimdə haqq qılıncı gəzdim bütün cahan boyu. Tanrı vəd etmədi torpaq, mən fəth elədim.